İnsanın evinə gərək qonaq gedəsən tez-tez. Toydan qabaq, nişandan qabaq. Niyə? Ər-arvadın münasibətindən başa düşəcəksən ki, bu evin abu-havası necədir. Bu evin böyüyü kimdir? Kişidir ya qadındır. O fərq edir ki. Əlbəttə ki. Əlbəttə ki. Necə, nəyə təsir edir ki? Baxın, içəri belə bir dənə çay qoyulmaqdan bilinir ki, bu evin böyüyü kimdir. Çayı birinci kimin qabağına qoyurlar? Bu evdə. Himcimlərindən, göz qaşla, danışıqlarından başa düşmək olur ki, hegemonluq qadındadır ya kişidədir bu evdə. Qadında olanda nə olur, kişidə olanda nə olur? Kişidə olanda bu olur birinci platforma Südçayla, Elmi ilə. Birinci layihə bizim dədə-baba layihəmiz. Evin böyüyü kişi olur. Bu 9 dənə normal sayılır da bu da. Əlbəttə ki, evin böyüyü kişi olmalıdır. Qanun kişidədir. Kişi 9 kompetisiyanın 9'unu da bağlamalıdır ailədə. Onda qadın xoşbaxt olur. Bəs əks olanda? Əks olanda qadın hegemonluq eləyirsə, oğul olur podkablучник. Podkablучник taban altı deyirlər də bizdə. Oğul olur taban altı. Mama uşağı deyirlər bizdə. Mama uşağı, taban altı. Onun gələcəyi yoxdur. Onun evlatları da elə olacaq və Allah Taala elə ailələrə oğul vermir.